İcra başçısından tutmuş, labo süpürgəçisinə kimi. Bugünkü rejimdir, mən özüm hüquqşünasam, Bu rejimdən Azərbaycan millətini heç kim razı deyil. Qaldı ki, o icra hakimlər. İcra hakimini özü təyin eləyib də, sən prezidentin təyin eləyib də, mən təyin eləməmişəm ki. İndi prezident bu günləri təyin elədiyi o quldurlara niyə sahibkarlıq eləmir? Özü verib də onu oraya əmir. Mən verməmişəm ki əmirini. Bu günləri icra hakimlərinin 99 yox, 100% quldurluqla məşğuldurlar anam. Millət yazıq günə qalıb. Nə olsun yalandan körpülərimiz var, nə bilim uca mərtəbəli evlərimiz var. Yaşayış. Görün nə qədər millət orada dayanıb. Rusun vaxtında o millət orada dayana bilərdi. Hərbi xidmətdən bir gün gəlirdim, bir həftədən sonra məcbur edirdilər işə. Ancaq orada bu saçana 3 dənə universiteti qutarmış adam işsiz qalıb. Yaman gündə. Bax, bundan danışmaq lazımdır. İcra hakimini təyin eləmək olar. Ancaq icra hakimini tərbiyə eləmək lazımdır ki, millətin qeydinə qalsın. Mən səni icra hakimi qoymuram ki, sən gedib kiminsə cibinə girəsən. Mən səni qoyuram ki, millətə xidmət eləyəsən. Ona görə də anam, o ataların bir sözü var, balıq başdan iyi verir. Bizim balıqlarımız başdan iyi verir.